Bismillahirrahmanirrahim və bihi nəstəin. Bəli, çox dəyərli, maraqlı tərəflərdir. Ümumiyyətlə, Bəni Haşimdən yazılanlara görə 17 nəfər olur. 17 nəfər olur. Aşura axşamı Cənab-ı Zeynəbdən belə bir rivayət də gəlibdir ki, ədəbiyyatda da var bu. Aşura axşamı iki hissəyə bölünür. İmam Hüseyin Salamın tərəfdarları iki xeyməyə yığılır. Cənab-ı Zeynəb müşahidə edib, gəlib görüb ki, bir xeymədə Bəni Haşim cavanlarıdır, hamısı Həzid Abbas rəhbərlik edir. Bir xeymədə də Bəni Haşim olmayanlar, sahabələr, köməkçilər, dostlar. Onlara da iclasdır bizim dilimizdə. Onlara da rəhbərlik eləyən Həbib-ül Məzahir. Görüb ki, Həbib-ül Məzahir o yığılanlara deyir ki, sizə səhər hamımız şəhid olacaq, Aşura. Məbadə olsun, Bəni Haşim bizdən qabaq geçsinlər, şəhid olsun. Birinci biz ölməliyik. Buna imkan vermir. Sonra oradan ayrılır, gəlir. Gör Həzid Abbas Bəni Haşim cavanlarla danışır. Deyir, sabahlar Aşuradır. Hamımız birinci biz şəhid olmalı. Məbadə olsun ki, dostlarımız, köməkçilərimiz, səhabələr, bizim ətrafımız bizdən qabaq gedir, imkan verməyib. Gör, şəhadətə çatmaydan ötürü gör necə gedir, rəqabətə bax. Onlar ilə birinci şəhidimiz olayıq. Tayin ki, Peyğəmbərin xanım Zəhranın yanında üzümüz ağ olsun. Bunlar deyir, yox, biz gedək ki, bunlar vəfalı dostlardır, köməkçilər. Yəni bu, onların içində ən hamısı şüca, Bəni Haşim ümumiyyətlə, Bəni Haşimə şücaət irsdir. Ata-baba gendən gəlir, şücaət, döyüşmək. Yəni, gedib məşq eləməklə onlar pəhləvan olmalılar. Onların zatında o şücaət, rəşadət, o qüvvə vardır. Ona görə də təbii ki, sonra da döyüş qaydalarıdır. Dünya döyüş qaydaları var düşmənlə. Təbii ki, onlar üçün Əl-Yəkbərin ustadı, cəng müəllimi Həzid Abbas olur. Amma ən çətinliklə şəhid olan 4 nəfərdir Bəni Haşim. 4 ən çətin. O da nə mənalı çətinliklə? Şücaətlərinə görə ya, şu çətinliklə. Ki, belə bir ifadə var, deyir, əqli heyran oldu aya, kimdir böylə diri-rüba, böylə məhbubi dilaraya, mənim canım fəda, vadi-i heyrətdə ey mümkün, odur müşkül güşa, qeyri heydər xəlq olunmur, zol zəhradan gözəl. Əqlin gücü çatmır, dərk eləsin, çatmır. Əqli heyrandır sürə, meydan-ı vəsfində səmən at. Sənin haqqında danışmaya, vəsf eləməyə, at oynatmaya, şeirlə, sözlə. Heyrandır, gücü çatmır. Əqli heyrandır sürə, meydan-ı vəsfində səmən. Hurilər geysulərin etmiş o bazuya kəmənd. Döyüşəndə Allahın əmri ilə hurilər öz saçlarını, qollarını kəmənd edirlər, saxlamaq istəyirlər, döyüşlər. Axır belə gəlir ki, haqqında surələr nazil olur, Yasin-i Tahadan gözəl. Burada mənasıdır ki, bir misra çıxıb, bir düşər yadıma deyərəm. Burada mənasıdır ki, Həl-Əta surəsində onun batini hissələri var. Orada həm şücaət, həm rəşadət, həm səxavət, həm Allah onların əvəzinə danışır. 5 nəfərin əvəzinə Allah danışır. Birincisi Müslüm ibn Əqildir. Çətinliklə, söhbəti də məşhurdur, mən istəmirəm onun söhbətini qurmaşır. Birinci Müslüm ibn Əqildir ki, onu çox çətinliklə şəhid edilər. Şüca idi, rəşadət. Hətta Tuənin evində qalanda Tuə bilmirdi, o kimdə əvvəl. O rivayətlər müxtəlifdir, ədəbiyyatda gəlib bu. Ki, Tuə onlara soruşurdu, sən kimsən?
Biraz gizlin saxlayırdı, demirdi. Sonra ki o xəbər tutdular ki, buradadır, evi aldılar mühasirəyə. Sonra da o da kim olduğunu dedi ona. Tuğa başladı ağlamaya ki. Vay olsun, Tuğa qadındır da. Vay olsun mənim halıma, mənim evimdə Peyğəmbərin balasını öldürsəydi. Deyir orada Müslüm İbn Aqil qalxdı ayağa, zirək paltarlarını başladı ki. Dedi ki, ay ana, ağlama. İndi mən çıxacağım bayra bunlarla vuruşmaya. Sən də pəncərədən baxarsan. Onda bilərsən ki, mən kim? Yəni onun qabağında heç bir qoşun yana bilməzdir. Subutu da var. Görərsən, onda mən kim? Çünki biz bilirik ki, Müslüm İbn Aqilli atdan sala bilməyirlər. Tarixlə hamısı yazılır. Dəstəklə üstünə hücum ediblər. Amma bacarmayıblar onunla döyüş. Çünki Bəni Haşimdir. Əlinin nəslidir. Bacarmıyor. Əgər bacarsaydılar, hələ qoşunla düşərdilər üstünə. Yaralayardılar, öldürərdilər. Tor atardılar, tutardılar. Məlumdur, bir adamı həbs eləməkdən ötürü yolları var, eləyə bilmirdilər. Tek-tek çıxdılar, gördülər ki, mümkündür. Cəm hücum edilər, gördülər, yarır. Hiləyə əl atdılar. Həm də demişlər, diri tutun. Diri tutun. Həm də diri də tuta bilmirdilər. Görə diri tutmaydan ötürü qüvvədən salsın. Ya əlindən silahı salsınlar, ya yaralasınlar, təbii ki, yaralanmışdı. Mümkün olmadı. Ona görə də fikirləşdilər ki, xəndək qazıyın, üstünü örtün, başını qarışdıra, yəni döyüşə, başı qızışsın, düşsün xəndəyə. O cür də oldu. Xəndəyə saldılar, xəndəkdir dərin. Bunu xəndəkdən çıxarmaq lazım. Bizdə belə bir sözdür. Nərdivan vursa, gəbi göyə məni necə çıxartsın, kim düşər? Heç kim. Ona görə dedilər ki, ot tökün, alov. Ot tökün, boğulsun. Üstüdən od yandırsın, onu boğulsun. Biz onu çəkək çıxardıq. Ki, həm yanacaq, həm boğulacaq. Asan da olacaq, onu tutmayın. Söhbət ondan gedir. Görün ağda mərhələdən keçdə bir də adamı tutmayın. Əvvəl xəndəyə saldılar. Sonra ot tökdülər. Tüstü ilə yandı, qolu filanı zəiflədilər. Sonra onu misal deyir, bunlarda işim yoxdur. Nə qədər çox çətinliklə Müslüm şəhadəti çox çətinliklə. Birinci Müslümdür. Ona görə də İmam Hüseyin Səlam Aşura günü bəzi damları köməyinə çağırırdı. Şəhid olanlardan da var idi bəzilər, tək qalanlar. Bunlardan biri Müslüm İbn Aqil. Ona görə çağırırdı ki, biri Qeys ibn Müsəhhər idi. Məktubunu yiyən, İmam Hüseynin bundan qabaq bir Qeys adını Müsəhhər nəhəng adam oldu. Elçisi olurdu ki, məktubunu aparanda mühasirəyə alıblar, məktubu yiyib, oxuya bilməsin. O qədər vururmuşlar onu ki, Qeys ibn Müsəhhər. Bağlaymışlar, oğdu vurmuşlar onu ki. Məktubda nə yazılmışdı? Yiyib baxmayın. Demirmiş. Heç kim olduğunu bilmirdilər. Sən kimsən? Hək o qədər vurmuşlar onu ki. Görürlər mümkündür, ölür dahi. Demir də kim? Bunlar da lazımdır görə bu kimdir bilək. Deyir, gedib şiyələrdən, tanınmış şiyələrdən də neçisini tuturlar, həbsdirlər. Yaxşı, onlar bir-birini tanıyırlar kimdir. Bu şiyələri başlayırlar onun gözünün qabağında döyməyə. Deyin görə bu kimdir? Ya da onu deyirlər, deməsən öldürəcəklər. Qeys ibn Müsəhhər orada dedi ki, ey, məlunlar, zalimlər, bıraxınlar işiniz olmasın. Mən Qeys ibn Müsəhhərə aldım boynundan orada, Allah'a döyməsin. Bu qədər mükəmməl insanlar olub. Biri Hani ibn Ürveydi. Bilirsiniz də Müslüman. Hələ bunlar hamısı Bəni Haşim dövrəyi. Birinci Müslüm İbn Aqil. İkinci də Əli Əkbər idi. Üçüncü də Həzrət Abbas idi. Bunlar çox çətinliklə, çox rəşadətlə, şücaətlə, ağla sığmaz. Məsələn, Əli Əkbər cavan olur.
Əli Əkbər Peyğəmbəri təmsil edilmiş. Bütün tarixlər yazılır. Şəbihi Peyğəmbər, ged Əli Əkbər oğul, Allaha tapşırdım səni. Şibhi Peyğəmbər, şib şəbih, oxşar idi. Peyğəmbərin oxşarı olurdu. Peyğəmbəri cavanlıqda kim görür? Sahabələrdən. Əli Əkbəri görəndə bilmişəm Peyğəmbərdir. Allah bələnçiylə. Ləqəbi də, məsələn, demirdi, oxuyurlar ha. Deyir ki, mahi, mələk, mənzərə bax, Əkbərə bax, Əkbərə bax, surəti, Peyğəmbərə bax. Bu Peyğəmbərin surəti, Peyğəmbərin şəkli, eyni o Peyğəmbərə bax. Hətta özünün dilindən də, ədəbiyyatda da gəlib, öz dilindən də, hədislər öz yerində, rivayət öz dilində. Məsələn, Qumri yazır ki, Əli Əkbərin öz dilində. Peyğəmbərə talib olan, Peyğəmbəri istəyən sevən, gəlir ziyarətimə, gəlməz ziyarətimə. Əlini istəyən olsa, baxır şücaətimə. Qılıncı çəkəndə döyüş. Həzrət Əlinin şəklini olmuş. Hətta bir yerdə mənə rast gəldi, var. Həzrət Abbas həmişə o ilə məşq edirmiş. Qılınc, ax atmayı, qılınc vurur. Ətrafdan da Əhl-i Beyt tamaşa edirmiş hamısını. O ilə necə dərs keçir. Döyüş üsulunu Həzrət Abbas öyrədilmiş. Bir həmişə çıxanda olar məşq eləməyə. Həzrət Abbas deyərmiş ki, ona çək qılıncını. Qılıncı çəkəndə, qılıncı çəkəndə məşq edəcəklər. Qılıncı çəkəndə Həzrət Abbas dayanırmış. Bu da istəyir çəksin ki, o ilə məşğul olsun. Qılıncı salmış, bir dağa dayanırmış. Fikrə gedirmiş. O da gözləyirmiş onu. Hər dəfə. Sonra bir nəfər ondan gəldi. Maraqlandı, sual edildi ki, biz sizi müşahidə edirik. Hər dəfə Əli Əkbər qılıncı çəkib məşqə başlayırsın, sən deyirsən, dayan. Bir dağa dayanırsan, neysə fikir. Deyir, o qılıncı çəkənə qədər atamı hiss eləmirdi. Qılıncı çəkəndə atam, hələ bilirəm ki, atamla üzümə özə dayanmışam. Atam. Əliyinin şəkli, onu deyir. Əliyini görmək istəyən olsa, baxsın şu döyüşmə baxsın. Başqa ədəbiyyatda da gəlir. Məsələn, Seyyid Əzim də bunu yazır. Bu meydana gedəndə deyirlər, kimdir bu cavan? Həzrət Peyğəmbərə bənzər. Peyğəmbər olsun. Amma qılınca gələndə soğlətlə çəkib tiri, tir qılıncı. Şücaətlə çəkib tiri, Heydərə bənzər. Qılıncı çəkəndə Həzrət Əlinin şəkli. Qumrun öyle yazır ki, mənəm bir öz dilindən yazır. Mənəm bir tacıdar oldu. Şəhid, gərdonlu qar oldu. Edən meyrac göylərdə. Peyğəmbər üçün Həbibi kirdigar oldu. Peyğəmbərin oğlu mənəm. Düşən övladı tufana. Verən can, rəhi canə, cananə. Batan mehrabidə qanə. Əli düldül səvar oldu. Əzizi Ali Peyğəmbər, şəhidi nizə-vü xəncər, adım nakam Əli Əkbər, Hüseynin gülbüzarı, Hüseyin. Agah olun ey qovmi dum, düşmənlərə deyir, Əli Əkbər. Nakam Əli Əkbərə, İbni Hüseyin, İbni Əli, mən surəti Peyğəmbərin surəti mənəm. Ona görə deyirəm, bunları. Cəddim Əlidir, bir babam Əlidir, la feta. Cəddim Əlidir, la feta, illa Əli, la seyfəhu. Nitqim Muhammed, danışığım Muhammed, surətim Muhammed, şəklim, şəmail, keyfəhu. Necə Peyğəmbərin şəkli, şəmaili, surəti, danışığımın İmam Hüseyin də deyir, aşılar. Bunu İmam Hüseyin deyir. Deyir ki, ey cemaat, ey Yuhanna, sizin huzurunuzda elə bir cavan göndərəm ki, xəlqən, xulqən, məntiqən, birəs, həmin sözdür. Yol yerişi, diyanışı, baxışı, danışığı, xasiyyəti, hamısı Peyğəmbərdir, halis Peyğəmbər. Bunu öğretir ki, şəkl-i şəma, inkar edən olmaz bunu. Hər yerdə yazılıb deyil. Sadiq sözü, düz sözü, la reybəhu, şək yoxdur. Mən Gülşəni Peyğəmbərim, Peyğəmbərin Gülşənindən olan bir günəm. Bunun oxşarıyam mən sənə. Bir növ bu günləri gül peykərəm. Bir növ bədəni gül olanam, yəni qanı kimi
Peykər bedəlim ki, qana batacaq. Bir daha gül olacağım mən, qan içində gül olacağım. Yəni, başqa bir yerdə deyir ki, çox təsirlidir. Çox təsirlidir. Deyir ki, üzündə niqab var idi. İmam Hüseyin dedi, ona ədəbiyyatda gəlin. Ged özünü nişan ver əvvəlcə. Kimsən dedi. Atovi, babalarvi, nenə, hamısı Recezdir. Gəlir deyəni, işim yoxdur, Recez böyük. Gəlir, üzü bağlı düşmən qabağıdır deyəni. Deyir, hamısını. Babası kim deyir? Ana babası, atası, əmisi, hamısını. Neresi zəhra? Sözlə. Bir ədəbiyyat var. Sözlə. Recez orada şeirin növüdür. Sonra bir də var ki, döyüş var. Bir söz döyüşü var, Recezdir. Fəxriyyə də var orada. Hər şey var orada. Bir də var ki, Allah qumrunu rəhmət eləsin. Bir də var ki, deyir, yazır Qumru ki, deyib bu sözləri, yəni danışdı, dedi Züba. Çəkdi əl məqalindən. Məqal danışmağa deyərlər. Danışdı onlarla, dedi, danışdı, Zübalı da. Deyib bu sözləri əl götürdü. Çəkdi əl məqalindən, söhbəti utardı. Götürdü niqabı, attı məhcəmalından. Götürdü niqabı, yüzünü açdı. Edəndə cəmalı cilvə. Əyan oldu ərəsat. Məhşər əyan oldu, nurtəl əl öyle. Leşkəri küfaridən ucaldı göyə salamat. Kafiləsin, Peyğəmbər oxşuyla. Töküb tamamən qılıncları, zümrə-i kafər qılıncdan tökdülər. Deyirdilər ki, Kərbəlaya gəlib Cənab-ı Peyğəmbər. O Peyğəmbərdir ki, bu qədər var. Amma nə olsun? Deyir ki, hamı bunu bilirdi, Şümür də bunu bilirdi, hamısı bilirdi. Ömər Səttin qeyzi ilə cavabım verib, onlara cavab verir. Biri deyir, Peyğəmbərdir. Biri deyir ki, Əheydərdir. Qeyzi ilə cavabım verib ol, Şümür üstəmkar. Onlara dedi, tosif eləmə sözlərimi, eyləmə təkrar deməyin ki, Peyğəmbər oxşayın, Əli oxşayın. Peyğəmbər ola, ya ki ola, Heydər Kərra, öldürürəm bunu. Gərçi şehir qəmbərə mənzər, öldürürəm bunu. Qəmbərin şahını da oxşur, Həzrət Əli'nin. Bir də Həzrət Abbasdır. Həzrət Abbasdır. Bu şəkil alırdı, Həzrət Əli şəkilini, surətini. Qəzəblərəndə qırınca, eynən. Bunu da, orada da İmam Hüseyin, o Razinin mərsisində dediyi ki, eylib nəzər Əbbasa İmam Hüseyin. Eylib nəzər Əbbasa o kani kərəmi cud. Gördük ki, olub şiir-i xuda kimi Həzrət. Gördük ki, olub şiir-i xuda ateş, qəzəb alıb. Necə atası qəzəblərdə eylən o şəkildə alıb. Qəzəb alıb. Bildik ki, bu qeyzi ilə edər aləmi nabud. Bildik ki, sonra get döyüşə. Aləmi nabud edir. Şah-i şühədadən ola gəl rüsxətə. O da bir də yeri var deyir. Heydər kimi təğyiri tapıb halətə Abbas görsən. Həzrət Əli kimi halı dəyişdi. İmam Hüseyin de dedi ki, hələ biləm atam gəldi ya gözümün ama. Bu 2 nəfər mənimsilə. Amma ikisinin də şəhadəti, yəni Həzrət Əbəlfəzl Abbasın şəhadətini mən qabaqlarda çıxışlarımda demişəm, istəmirəm təkrar edeyim. Amma onu demək istəyirəm ki, onun şəhadəti qeyri-adi olur. Bu döyüşə gedmir. Susun, ona icazə verib getməyə. Amma məsələ burasındadır ki, suyun qabağını bəzi rivayətlərə 4000 nəfər, bəzi rivayətlərə 400 nəfər ancaq suyun qabağını almışlar ki, qüvvədən düşsünlər, su içməsinlər. Qüvvədən düşsünlər, tez şəhid eləsinlər, ya təslim eləsinlər. Amma o Şümür dedi ki, 1000 nəfər adam. Dirək, su üçün bir dənə adam gələcək, 2 dənə adam gələcəkdən. Bir dənə adam dedi, yox, siz bir Abbas gələcək. Abbası tanımırsınız. O su ki, uyaracaq sizi. Ulan məqsədi su aparmamaq idi. Yəni ki, onda döyüşdü Həzrət Abbas. Yardı, sefləri yardı. Girdi suya. Burada da böyük hikmət var. Yəni, onların hərəkətləri, söhbət təkcə fiziki qüvvədən gedmir. Söhbət
gedir mənəvi qüvvədən gedir, ilahi nurdan gedir. Bu hərəkətlər, tarixlər yazır, rivayətlər söylənir, şairlər nezmə çəkir. O ilahi qüvvədir o. Yəni ki, o daxil oldu və su doldurdu olsun. Susuz ilahidir. Bu məşhur sözdür. Su ondan həya elədi. Su. Su ondan həya elədi. Su içmədi. Su neynərlər? Su çəllər. Su istəyərlər. Sudan istifadə edirlər. Su ondan həya elədi ki, üz döndərdi. Sudan əbərfəst. Xızır Peyğəmbər rivayətlərdə gəlib ki, qədərincə var. Bu rivayətdə deyirəm. Kitablar hamısında gəlib. Sadəcə, məsələn, çox danışılmır bunlar, az deyil. Bir də Hür tövbə eləyəndə İmam Hüseynə dedi ki, gəldi dedi ki, mən sənin davava gələndə, qısa deyirəm də, döyüşvə gələndə Medinədən çıxanda qulağıma səs gəldi ki, sən behişt əhlisən. Mən də deyirdim özümə ki, bəs mən Peyğəmbərin balası ilə davaya gedirəm burada. Necə behişt əhli, bu nə səsdir? Ola bilsin şeytansızsın. İmam Hüseynə deyirdi. İmam Hüseyn dedi, yox, bilirdi onu. Dedi, yox, mən elə bildim iblisin sözü. Sən Peyğəmbər balasısın. Mən necə behiştə gedərəmsən? Dedi, yox, düz bilməmsən, o iblisin, bu Xızır Peyğəmbər. Biz hardayıq Xızır Peyğəmbər bizi ilə. Abəyat su içib dirilik su. O Xızır Peyğəmbər sənə müjdə verir. Xızır Peyğəmbərin dirilik su içib, diridir, həyatda vardır, o müjdə verəndir. Şad xəbər verəndir. Sənə o şad xəbər verir. Mükəmməladadır bizi ilə. Ona görə Həzrət Abbas su içməyəndə rivayətdə gəlir ki, Xızır Peyğəmbərə sual vermək ki, sənin də möcüzən Allah tərəfindən diri qalmaydı. Abəyat su, hər Peyğəmbərin bir möcüzəsi var. Musa Peyğəmbərin, İsa Peyğəmbərin. Xızır Peyğəmbərin də möcüzəsi həyat verməkdir. Özü də dirilik su içib əbədi qalır. Səndən xoşbəxt adam olar, dirilik su içib, sən qiyamətə içən, sağ qalısan, diri qalısan. Olar, dedi, var. Səndən üstün adam olar, dedi, var. Dedi, kimdir? Dedi, Həzrət Abbas. Deyir, o, fəratı girdi, suyu doldurdu o ucuna. İçmədi, dirilik qazandı. Dünya var, diridir. Ancaq mən xəcalət çəkdim. Mən dirilik suyunu içdim ki, diri qalır. Bu suyu içmədi. Qiyamətə ecən diridir. İmam Hüseyin eləsin. Racına Allah rəhmət eləsin. Gözəl salın. Zövrəq-i cismimə var. Lüccəyi xun içrə necat. Qan dəryasının dəryası mənim bədənim qayıqdır. Bədənim, gör İmam Hüseynin dilindəndir. Deyim, mənim bədənim qayıq olur. Dərya da qanımdır, qandır. Bədənimin qayığı necat istəyir. Nədən necat istəyir? Zövrəq-i cismimə var. Lüccəyi xun içrə necat. Teşneyi eşqə verər. Suz ateş, abi həyat. Eşqin susuzuna, teşnesinə dirilik su verər. İçmərəm, gərdita dünya yüzünü, abi fərad. Dünyanı avd içmərəm. Bu suyu içməməklə, bu əhl-i beyt, içməməklə dirilik qazanır. Xızır Peyğəmbər dedi ki, ancaq mən içdim, xəcalət çəkdim. Mən içdim suyu dirilik qazanır. Ulan içmədilər. Mən bu bezmən gedirəm. Bu ləbi ətşanıdır, İmam Hüseyin. Mən susuz da dağlarımdan, susuz gedirəm. Həm əbədiyyəti qazandılar, həm də Allahın huzuruna susuz getdilər. Həzrət Abbas, o su çıxanda, sudan çıxanda, məşkiş doldurmuşdu. Onun hər bir insan olsa, ağılla məntilir. Birinci qolunu vurdu. Birinci qolunu sağ qolunu. Təsəvvür edin ki, hərəkət edirdi. Bir qol kesilməyibsə nədir? O da adamla qan gedər ki, o neçə də ağacın içində adam bu qədər düşür. Bir də adamın bir dənə yeri qanlayanda, nə olanda, bir kesiləndə tez qaçırlar, yol götürür. Tənzif götür, bağla, möhkəm bağla, qan axar gedər. Qılıncı aldı sola. Düşdü sağım, Allah müzəmmilə. Qoy bu solum sağ olsun. Həvəsdən düşmür. Qoy solum sağ əvəz olsun. Düşdü sağım, qoy bu solum sağ. Cəng eyləsin, cihada müştaq olsun. Sol əlim dava eləsin, həvəsdən eləsin, müştaq olsun döyüşlər.
Qoldan kesib, başdan kesib, hamısına kesib. Gözünü də vuruz elələr. Gözdən də kesib. Özü deyir ki, gözümü vurun. Özü deyir, gözümü vurun. Ne üçün? Bir də meşqə vurun. Meşqə vurun. Gözdən kesib. Mən qoramıram. Bizim dilimizdə desək. Gözümü, başımı, nə qədər vurursun vurun. Mən qoruyuram meşqi. Ne üçün? Sabah qiyamət günü. Suyu qoruyuram ki, Zəhra yanında qoy üzüm ağ olsun. Anam Zəhranın yanında üzüm ağ olsun ki, balalar su götürdü. Sol qolunu vurur. Qüvvədən düşmür, hərəkətdən düşmür. Gözünü nöş vururlar. Xəbərlərdə gəlib ki, gözünü vurmasaydılar, olardı elə də. Ürəyinə vursaydılar, şehid olardı. Gözü ne üçün vurur? Buna hamısı səbəbi. Əliyasqanın boğazını ne üçün vurur? Şah üstəməl uşaq. Hələ Əliyasqanın boğazını vururlar. Hələ vursun İmam Hüseyin ürəyinə də. Onun boğazını ne üçün vurur? Çünki onlar Əliyasqanın boğazını vurmurlar. İmam Hüseyinin qucağını vururlar. Çünki bunlar hamısı İmam Hüseyinin qucağında yetişiblər. Şücaət və rəşadət var bunlarda. Bu qucağı. Bu qucağı vururlar ki. Bu qucaqda tərbiyə tapırlar. Bax, Həzrət Abbasın gözünə oxu vurmayda Ərmərə məlun 3 dənə ox atır. Bir dənə oxla Əbəlfəzin gözünü vurur. Bir dənə oxla Əliyasqanın boğazını. Bir dənə oxla şu imamın ürəyindən. Ancaq Həzrət Abbasın gözünə oxu vurmağının səbəbi vardır. Səbəbi də budur. Onu şümür görürmüş ki, qaçırlar Həzrət Abbasın qabağından. Bilirəm ki, onun qabağında dağım verəmir. Axı deyir, hələ o qılıncı çeşməyib, gəlir də. Gəlirsiniz, qaçırsınız. Deyirlər ki, onun baxışından qorxulur. Heybət var. Baxışı, düşmənin baxışı, düşmənin canına lərzə sal, hələ baxışı. Düşmən onun heybət var. Baxışından qaçır. Səfər. O, İsa Cəludi olub, Allah lənət eləsin. Harun Rəşid Məmun sərkərdəsi, cəlladı, başqa səni, İsa Cəludi məşhur. Məmun ona göndərir ki, get Medinədə İmam Rızanı var. Get bütün şiyələri qılıcdan keçir. O da onun adı gəlirmiş, insanlar qaçırmış. Zalimdən zalim. Bir də şiyə qalmasın. Məmun Harunun vaxtında. Ona görə də o da gəlir elə hamısını, nə qədər adamı öldürür, qan tökür, bütün Medinə qan. Məmun onu ikinci dəfə göndərəndə Medinəyə Harun Rəşidin oldu. Ged İmam Rızanı götür. Deyib, get də səndən hamısı çəkinir, sən onu götürə bilərsən. Hamı qorxur səndən. Sonra deyir ona ki, sən heç ilə görüşmüsən, görmüsən İmam Rızanı. Deyib, bir dəfəsi atom vaxtında görmüşəm. Məmun söhbət nədən gedir? Bunların o heybətindən, ilahi, gözlərində ilahi nur var. Bunlardan Allah iyi gəlir. Allahın iyi gəlir bunlardan. Allahın qoxusu. Bunların gözünün ışığı nurdur, Allahın nurudur. Qeyri-adi insanlardır. Deyir ki, bir dəfə görmüşəm, deyir necə? Bir vaxt gedəndə mənə əmr vermişdi ki, qılıncdan keçirdim hamısını. Bütün şiyələr hamısı qaçırdı onun evinə, İmam Rızanın evinə, sığınacaq. Deyir, sən neyin ödün? Deyir, onda görün. Deyir, necə? Deyir, mənə dedilər ki, ünvanı ki, onun evindədirlər. Getdim hamısını qırım, çıxardım, öldürüm. Neyin getdin elədin? Deyir, yox. Deyir, çatdım. Çatdım qapıya. Gördüm, Əli ibn Musa Rızad yanıb qapıda, bayırda. Yanıb baxır. Mən də yandım. Deyir, sən diyandın. Sən başqa sənsən, səndən zalim adam yoxdur. Bəyəm bu diyanmışdı. Əlində qılınc var idi. Deyir, yox, qılınc yox. Şiyələr elə belə diyanmışdı. Deyir, bəs nə üçün qorxdun? Qılınc yoxdur əlində. Kimsə əl qırmadı. Qorxdum. Onun elə diyanışı mənə neytərdi dana. Heybəti. Bunlarda elə bir heybət var ki, ilahi bir dərəcədir vermirlər. Onu öyrədə. Əbəlfəzin qolları kesildi, hərəkətdən qalmadı. Hərəkət elədi. Susaq. Gözünü ox vurdular. Oxu da ona görə vurdular. Onun baxışına görə vurdular. Bir, gənə də hərəkətdən qalmadı. Çox çətin şey. Su meşq. Dərdi bu idi, istəyi bu idi ki, suya esnə olmasın.
Onda hərəkətdən qaldı ki, su vurdu. Ox, gəldi, degin meşqə olub, su yerə cari. Ox gəlib, meşqə deyəndə su dağıldı. Su getdi, gedib əldən onun səbri qərarı. Burada qüvvədən düşdü, su dağılandı. Bildi ki, daha su gedəcək. Su getdi, gedib əldən onun səbri qərarı. Həsrətlə dönüb, baxdı bir xeyməyə sarı. Su ölüb dəxi baxmır. Bu qədər zar-ı fərahətdir, daha baxmayın fərahət. Yəni, nə qədər şücaət olar, sədaqət olar, vəfa olar. Deyir, bir alim danışırdı, rast gəldi, mən xoşum gəldi bu kəlmədən. Deyirlər ki, Həcət Abbasın başına əmud vurublar. Həcət Abbas hündür adam olur. Özü də ata minəndə onun dizləri atın qulağına izə gəlir. Atın qulağına izə. Necə ola bilər? O hündürü də deyir ki, belə bir fikir keçir. Sonra yuxuda deyirlər bunlar. Yuxuda gəlib, yuxusunda gəlib. Bilməm, İmam Hüseyin gəlib, axır müqəddəslərdən bilir. Deyib ki, bəs vurublar. Əmudun avı. Amma necə olub vurublar? Gözündəki oxu, əli yoxdur ki, çıxartsın. Əyilib ki, gözündəki oxu dizlərinin arasına salsın, oxu çıxartsın bələkçilə gözündən. Bu əqiləndə əmudu vurublar maşına. Əmudu onda vurublar maşına. Oxu dizləri ilə çıxartmaq istiyor. Görün, nə adam davamlı, qüvvəli olub ki, yəni ki, Həcət Abbas, bu tərəf. Hamısı əleyhissalam, Peyğəmbərin nuri, surəti, şəkli, canı, ruhi bunlarda olub. Deməli, Müslüm ibn Əqil, Həzrət Əbəlfəz, Əli Əkbərini sonra deyərəm. İnşallah. Nasıl deyərəm? Allah sizin ömrünüzə, əstəğfurullah, Allah sizin elmünüzə, ömrünüzə bərəkət versin.